Bugün biz Azərbaycan poeziyasının duyğu, düşüncə, mənəvi dərinliklərlə zəngin dünyasına səyahət etmək üçün bir araya gəlmişik. Bu poeziya aləminin parlaq simalarından biri olan Əli Kərim qısa, lakin mənalı ömrü ilə ədəbiyyatımızda silinməz iz qoymuş böyük şairdir. Onun şeirlərində insan ruhunun incəlikləri, həyatın fəlsəfəsi, sevgi, zaman, vətən duyğusu xüsusi bir həssaslıqla ifadə olunur. Əli Kərimin misraları təkcə oxunmur, hiss olunur, düşünülür və qəlbdə yaşayır. Şairin yaradıcılığı bizə göstərir ki, söz sadəcə söz deyil, söz bəzən bir ömür, bir tali, bir insanın bütün duyğularının aynasıdır. Bugün biz onun poetik dünyasına baş vuracaq, misralarında gizlənən dərin mənaları yenidən kəşf edəcək və böyük şairin ədəbiyyatımıza bəxş etdiyi qiymətli irsi bir daha xatırlayacağıq. Əli Kərim 18 mart 1931-ci ildə Göyçay rayonunda anadan olub. Ziyalı ailəsində böyüyüb. Uşaqlıq illəri 2-ci Dünya müharibəsinin çətin və kədərli illərinə təsadüf etdiyindən onun ilk təsəvvürləri və dünya görüşü bu dövrün reallıqları ilə formalaşıb. Uşaqlıqdan ədəbiyyata, poeziyaya maraq göstərib. İlk şeirlərini yeniyetmə çağlarından yazmağa başlayıb. Əli Kərimin poeziya aləminə gəlişi Azərbaycan ədəbiyyatında yeni bir səhifənin açılması ilə bərabər oldu. 1950-ci illərin əvvəllərində Azərbaycan gəncləri Ulduz, ədəbiyyat və incəsənət kimi qəzet və jurnallarda ilk şeirlərini dərc etdirdi. Əli Kərimin ilk şeirləri ilk baxışdan kövrək, həssas duyğularla dolu idi, lakin eyni zamanda yeni poetik təfəkkür tərzini əks etdirirdi. Onun poeziya dili təravətli, yeni, təsirli və bənzərsiz idi. Əli Kərim çox tez ədəbi aləmdə tanındı. Gənc şairlərin öncül nümayəndəsinə çevrildi. Onun ilk kitabı İlk Məhəbbət 1956-cı ildə işıq üzü gördü və oxucular tərəfindən böyük maraqla qarşılandı. Əli Kərim Azərbaycan poeziyasında yenilikçi şairlərdən hesab olunur. Onun şeirlərində insanın daxili dünyası, zaman, həyatın mənası və vətən sevgisi kimi mövzular geniş yer tutur. Şairin dili sadə, lakin çox obrazlı və təsirlidir. Məşhur əsərləri Qaytar ana borcunu, Babəkin qolları, Ana, Metronun yaylı qapıları, 1 sm haqqında balladı. Onun şeirləri sonralar mahnılara çevrilmiş və Azərbaycan poeziyasında xüsusi yer tutmuşdur. Əli Kərim 38 yaşında vəfat etsə də, qısa ömründə Azərbaycan ədəbiyyatına çox qiymətli əsərlər bəxş etmişdi. Şairin ömrü qısa olsa da, yaratdığı poeziya əbədidir. Bu misralar nəsildən nəslə keçərək oxucuların qəlbində yaşamağa davam edəcək. Gəlin böyük şairin söz dünyasını qoruyub yaşadaq, onun poeziyasını oxuyaq, öyrənək, gələcək nəsillərə çatdıraq. Çünki Əli Kərimin sözləri təkcə bir dövrün deyil, bütün zamanların poeziyasıdır.